Salam, bugün biz din test fokusundan 111 nömrəli məsələnin izahına baxdıq. Məsələdə nə deyilir, əvvəlcə onu oxuyaq. 5000 müxtəlif simvoldan ibarət mətin mümkün ən kiçik əlifba ilə kodlaşdırılmışdır. Bu əlifba ilə yazılmış 2000 simvoldan ibarət mətn informasiyası 32 simvollu əlifbada yazılarsa, onun informasiya tutumu neçə bit azalır? İndi bax, biz bura baxsaq, görək ki, bizə verilən nədir? N birimiz bərabərdir 5000 müxtəlif simvol. İndi biz bir simvolun yaddaşda tutduğu yeri bilməliyik ki, həcmi tapaq və müqayisə eləyək ki, nə qədər azalır. Bunun üçün, i-ni tapmaq üçün nədən istifadə edəcəm? 5000 2-nin hansı qüvvətinə yaxındır? Yəni, özündən böyük 2-nin ən kiçik qüvvəti hansıdır, onu bilməliyik. Bu da olacaq 13 bit. Yəni, baxın, 5000 hansı 2-nin qüvvəti arasında yerləşəcək? 2 üstündə 12 və 2 üstündə 13. 2 üstü 12-ni keçdi, 5000 düzdür. 2 üstü 12 nəyə bərabər? 4096-ya. 4096-nın daxilində 5000 simvol olmaz ki, düzdür. Ona görə götürəcəyik 13 biti. Bunu bildik. i1-imiz yəni 13 bit. İndi birinci həcmimizi tapmaq üçün istifadə edəcəm simvol sayı vurulsun. Bir simvolun yaddaşda tutduğu yer, yəni i. Bizim simvol sayımız dəyişməz 2000-dir. Vuracam 13 bitə. Bu da olacaq 26.000 bit. İndi növbətisinə baxsaq, deməli bizdən sonra nəyi soruşur? 32 simvollu əlifbada yazılarsa, yəni növbəti həcmimi tapacağım, artıq 32 simvollu əlifba üçün. İndi burada, deməli, mənim üçün verilən n2 nədir? 32. Hardan bildim 32-nin əlifba olduğunu? Çünki mənə deyir ki, simvollu əlifba. i-ni tapacağım. i2-miz nəyə bərabər olacaq? 32 2 üstündə neçə olacaq? 5 bit. Bunu götürdüm. Və növbəti həcmimi tapmaq üçün yenə simvol sayını vuracam i-yə. Simvol sayım dəyişməz olduğu üçün 2000-i vuracam 5-ə. Bu da olacaq 10.000 bit. Və bunu biz heç nəyə çevirmirik. Niyə çevirmirik? Çünki bizdən soruşur neçə bit azalacaq. İndi biz V1-dən V2-yə getmək üçün nə qədər azaldı həcmimiz, onu tapmalıyıq. V1-dən çıxacam V2-ni. V-ni satmaq üçün. Bu da olacaq 26.000 çıxılsın 10.000 bit. Bərabərdir 16.000 bit azalmış olacaq həcmimiz. Məsələmiz belə.